Salam, hər vaxtınız xeyir olsun, değerli Sipsi Sport izleyicileri. Buran Tovuz Şəhər Stadionunda Misli Premier Ligasında 34-cü turun heyecanı start götürür. Bir qədər sonra Kəpəz və Sumqayıt komandaları üzrə gələcəklər. Artıq elitada qalmağı rəsmiləşdirən iki komandadan bəhs edirik. Həm Kəpəz, həmçinin də Sumqayıt elitada qalmağı rəsmiləşdirdilər. Dünən Səbailin Zirəyə məğlubiyyəti bu iki komandanın yerini Premier Ligada möhkəmləndirdi. Baş hakim start bitini səsləndirdi. Qardaşma başlayır. Hər iki tərəfə uğurlar arzuluyuruq. Hər iki komanda çəkinmədən hücumlar qururlar. Bu da başa düşüləndir. Luis Paçu. Paçu yerdə qalıb. Diqqətlər maçın baş hakimi İnqilab Məmmədova davam deyir. Penalti yoxdur. Həmlə davam edəcək. Rayti. Burada zərbə indirən tapılacaqmı? Yox. Sona qədər Sumqayıt futbolçular mübarizə apardılar ama ardından qayda pozuldu. Rayt Ardazışvili özü qaydanı pozmuşdu. Bu isə bax, bu epizodda Paçu etiraz elədi hakimi penaltiyə dair. Çəkib saxlayırdı Alan Dias, amma buna görə penalti verilirmi? Artıq cərimə meydanına daxil olduğu anda çəkdi və ikinci cəhdində Luis Paçunu yerə sərdi. İnqilab Məmmədov. Qərar penaltidir. Hər şeyə baxdı, başdan incələdi və son qərar, yekun qərar penaltidir. Kəpəz qol vurmaq üçün əla fürsət yaxalayır elə. İşarə gəldi İnqilab Məmmədovdan. Rauf Hüseyni yaxınlaşır topa, zərbəsi və gol! Oyunun 11-ci dəqiqəsində Kəpəz Sumqayıtın oyunda hesabı açır. Rauf Hüseyni adını tabloya yazdırır. Kəpəz hesabda öndə olan tərəfdir. Penaltiden dəqiq istifadə etdi Rauf. 1-0. Erkən qolu izlədiyi Kəpəz Sumqayıt oyununda. Qapıçılı bir tərəfə, topu isə digər tərəfə yollayır Rauf Hüseyni. Erkən qol. Yağışda hava, bulutlu havada gol da gəldi Tovuz Şəhər Stadionunda. Rauf Hüseyni'dən ötürmə irəliyə, yerli ötürmə dəqiq alındı. Camal Cəfərov çevrildi, o da Paçun oynayır. Yerdən dəstək Rauf'un zərbəsi top qapının üstündə meydanı tərk eləyir. Mamadubadan ötürmə, qapı qarşısına, daha bir ötürmə, ardından zərbə top qapıçıya qalır Mehdi Cənnətov. Ablozadə, Səbuhi, zərbə indirmədə sağına çevirdi. Rövlandan zərbə qapıçının qurtarışına fikir verin burada. Rogerio Santos imkan vermədi. Nəhayət ki, Sumqayıt futbolçularından kəsərli hücumu izlədiyi. Bax, burada Rövlan Muradov uzaq altılıq nişan aldı. Rogerio Santos bırakmadı. Ehtiram yaxınlaşır. Ehtiramın zərbəsi top Mehdi Cənnətovda qaldı. O qədər də qüvvətdə alınmadı bu zərbə. Rati, əla ötürmə, Luis Paçu'dan öncə Mehdi Cənnətov istədi ki, uzaqlaşdıra bilmədi ardından. Luis Paçu qayçıvari zərbə indirmək istədi, amma zərbə anında hətta Sumqayıt futbolçusunu burada zədələyə bilərdi. Söhbət oyun ərzində onun yanından çəkilməyən Alan Dias'tan gedir. 4-4'də yaxalayıb ehtiramın uzaqdan zərbəsi Mehdi Cənnətov. Üzərindən gəlirdi, amma topu istədiyi kimi dəf eləyə bilmədi. Mərkəzə bıraxdı Rokehat. Qayda pozulub. Baxırıq. Mamaduba keçdi, rahatlıqla keçdi Zayxandan. Mamadubadan qapı önünə ötürmə. Paçu, Paçu! Top qapının üstündə meydanı tərk eləyir. Luis Paçu'nun növbəti zərbəsi təhlükəli idi. Bayraq da qalxdı. Sumqayıt futbolçularına. Tovuz Şəhər Stadionunda tribunlarımızın en güzel şuarı ve kapıya zərbə uğursuz alınır.
Dedilər ölməz, vətən bölünməz. Sumqayıt və Kəpəz azkeşlərindən. Baxırıq zərbəyə. Təhlükəli idi. Ötürmə Ümiddən qapı qarşısına Mehdi Cənnətov istədiyi kimi növbətə uzaqlaşdıra bilmədi, amma Kəpəz futbolçular da zərbə endirə bilmirlər. Camal sola çevirir, Verdaşqa. Verdaşqa baxır qapıya, ötürmə deyil bu zərbədir top. Və bu da ilk hissənin final fiti. Komandalar fasiləyə Kəpəzin üstünlüyünə yollanırlar. Qardaşmada ikinci hissə start götürür, hər iki tərəfə uğurlar. Rauf'dan oynadı, Rauf Hüseyinli. Rauf'dan qapı qarşısına, Luis Paçu, ardından Muhammadova. Heç biri zərbə endirə bilmədilər. Epizodu qola çevirmək olmadı. Nəyi qaçırtdılar burada. Bomboş idi Paçu. Ötürmə keçdi, Karaşvili orada bir toxunuşda ötürmə vermək istədi, alınmadı, topu yenidən Sumqayıtda. Ötürmə qapı qarşısına, Ayxan Süleyman, Ayxan zərbəsi! Bu epizodda necə fərqlənməmək olar Ayxan Süleymanlı? Bomboş idi önü, yalnız qapçı var idi. Ayxan Süleymanlı köks ötürür, bax bu epizodda Sumqayıt azarkeşləri bu cür boşluq oyun ərzində Tim bir də yaxalasın Sumqayıt tərəfi, amma Ayxan ələ düşən fürsəti dəyərləndirə bilmədi. Ötürmə irəliyə, Bobir Abdülxalikov, Bobir, o da dəqiq zərbə endirə bilmədi, ondan da yumuşaq zərbə gördük. Az öncə təpədəki epizodda Ayxan Süleymanlı nəyə qaçırtdısa, indi də Bobir. Ötürmə də vermədi orada komanda yoldaşına, özü də zərbəsi çox zəif alındı. Rokiya da fikir verin orada. Əllərini açıb top istəyirdi komanda yoldaşından, görməzdən gəldi və yaxud da görmədi. Zərbəsi də uğursuz alınar. Ötürməsi dəqiq alındı, Rayti Ardazaşvili, Rayti qapı qarşısından yerlə, zərbə alınmadı, blok, qaydan top, Ümid Səmədov göyləri nişan alır. Blok gəldi onun zərbəsinə, fikir verin, Valdemar Almeyda üzdülər. İşarə gəldi, ötürmə. Qapı qarşısına, Rokiya atan öncə Rauf top uzaqlaşdırır, qaydan top, Karaşvili! Top qapının üstündə meydanı tərk eləyir. Georgi Karaşvili. Rauf top uzaqlaşdırır, qaydan top, Gürcüstanlı futbolçunun zərbəsi çərçivəyə düşə bilmir. Vazkeçdən ötürmə, qapı önünə, Xıbalq uzaqlaşdırır, Karaşvili, qapçı, daha bir can, yenə də Santoş! Rogerio Santoş! Möhtəşəm seyv arda Portuqaliyalı kiperdən. Kəpəzin qapısı o nə qurtarışlar idi elə. Bu epizod ardından ikinci zərbə heç birini buraxmadı. Rogerio Santoş. Hətta ikinci zərbə anında zədələnir də. Divar oldu, siper oldu, buraxmadı. Meydandan çıxdıqdan sonra hücumların qurulması Kəpəzdə fərqli cür alınır. Və ara qarışdı orada. Sumqayıt və Kəpəz futbolçuları arasında işte davadalaş dayanmır. Yenə də orada qızışdılar. Rövlan Muradov da var idi orada hadisələrin mərkəzində, amma Rövlana deyil, qırmızı vərəqə. Vüqar Mustafayevə, Sumqayıtın ehtiyatda olan kapitanına, daha doğrusu əvəzlənən kapitanına sarı vərəqə göstərilir. Buna etirazlar baş hakimə. Luis Paçu 8 dəqiqə artırıldı ikinci hissəyə. Meydanda mübarizə ilə çox davam edəcək. Zərbə Mehdi Cənnətov. Kərim Əlkorşa. Bitirmə dəqiqdir. Elmir Tağıyev sola çevirir. Luis Paçu. Paçu başını qaldırır, ətrafına baxır. Luis Paçu. Mehdi Cənnətov.
Zərbə o qədər də qüvvətli değildi. Nimmeli sola çevirir. Ronaldo Vazquez. Ronaldo'dan qapı önünə. Başlı zərbə. Top qapıdan. Keçmədi. Mən də bir anlıq tərəddüd elədim. Baxırıq bir daha. Rokehat. Ötürmə gəldi. Qapı qarşısına. Keçmədi başlı zərbə. Mehdi Cənnətoğlu topu yüksəlmişdi. Daha bir cəhd. Daha bir ötürmə olacaq mı? Ötürmə gəldi. Yenə də uzaqlaşdırır burada Kəbəz futbolçuları. Qaydan top. Xaçayev. Zərbə. Zərbə. Rogerio Santos. Rogerio Santos. Portuqaliyalı kiper. Neyi çıxartdı? Neyi saxladı? Necə seyv idi bu? Baxın. Kihadil zərbə indirə. Santos gördü orada. Önü bağlı olsa da Donnarumma kimi gördü. Zərbənin gəldiyi nöqtəni və bu da finaldır. İnqilab Məmmədov qardaşmanı bitirir. Heç şübhəsiz ki, oyunun bir mənalı olaraq qəhrəmanı Rogerio Santos idi. Kəpəz 1-0 Sumqayıtı məğlub edir. Rasaq ulaşırıq.